Deməli, ABC eşiklərində mis və nikel uyğun olaraq 2-nin 1-ə, 3-ün 1-ə, 5-in 1-ə nisbətinə qarışdırılmış, daxilində boşluq olan düzbucaqlı poliepit formasında ərinti parçaları var. Bu ərinti parçalarının hər birinin kütləsi 2,4 kq-dır. Xətti ölçüləri isə 10 sm, 8 sm və 5 sm-dir. ABC eşiklərindəki ərinti parçalarının ümumi kütlələri isə uyğun olaraq 48, 36 və 96 kq verilib. Birinci sualını cavablandırmışıq. İkinci sualımız isə belədir ki, deməli 3 yeşikdəki ərinti parçalarının ümumi həcmini tapın. Ərinti parçalarının sayına baxsaq, birinci 48 kq-dır. Birinci yeşikdə, daha doğrusu A-da 48 kq. 48 kq bölsək, hər bir ərinti parçasının kütləsi 2,4 idi. 2,4-ə bölsək, deməli olacaq 20 dənə burada ərinti parçası. 20 dənə ərinti parçası birinci A yeşiyində, bunu A qeyd edək. İkincidə 36 bölək 2,4. Yəni, əlbəttə toplayıb da bölə bilərdik biz bunları. 36-nı da 2,4-ə bölsək, 360 bölünsün 24 əksinə 12-yə bölsək, 30 bölünsün 2, 15 dənə də buradadır. Deməli, 96 bölünsün 2,4. 4-ə vurduqda 40 da buradadır. 40 dənə də buradadır. Deməli, bu B, bu da C olsun. 20, 15 və 40 toplam 20 üstə gəl 15 üstə gəlinsin 40. Deməli 35, 75. 75 dənə ərinti parçası var və hər birinin ölçüsü 10, 8 və 5 sm-dir. Bir dənə ərinti parçasının ölçüsünü tapsaq, 10 vur 8, çünki düzbucaqlı poliepit şəklindədir, həcmi ABC olacaqdır. 3 dənə tilin üçün də hasili. Bu da bizə verir 400 santimetrin kubu və 75 dənə var. 75-i də vursaq 400-ə alarıq. 3, 30 alarıq. Deməli 300, o da 30.000. 30.000 kub santimetr toplam ümumi həcm olacaqdır.